Azərbaycanda tanınmış tibb xadimi, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmış əməkdar həkim Cəbrayıl Əlnağıyev vəfat edib. Bu barədə təbib məlumat yayıb. Bildirilib ki, Cəbrayıl Fərmanoğlu Əlnağıyev 1947-ci ildə Masallı rayonunda anadan olub. Atasının müalicəsinə kömək etmək istəyi onu həkimlik peşəsinə yönəldib. Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra ilk cərrahi əməliyyatını atasının üzərində apararaq onun əl barmaqlarını sağaldıb. İnstitutun Elmi Şurasının qərarı ilə Travmatologiya və Ortopediya kafedrasında klinik ordinaturanı başa vurub və daha sonra Sumqayıta işləməyə göndərilib. O vaxtdan etibarən Sumqayıt səhiyyəsində fəaliyyət göstərib və 1974-2018-ci illərdə travmatologiya şöbəsinin müdiri kimi çalışıb. Cəbrayıl Əlnağıyev həmçinin Sumqayıt şəhərinin baş ortoped travmatoloqu olub. Kiyevdə tibb elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan səhiyyəsinə verdiyi xidmətlərə görə əməkdar həkim fəxri adına layiq görülüb və dövlət başçısı tərəfindən tərəqqi medalı ilə təltif edilib.